Da. Bütün mamanın divayorunu bacıları, divayorunu qardaşları hamısı eşitsinlər. Şəhla mamanın, Tofiqin qızının. O şeydir, nədir? Araz Ağalaroviç milyarderin nəslindən. Burada mənə obşuji pataskuxaları burada yığışıblar. Mənə xox gəlirlər, gör kimlər. Elə bir ki, mən bunlar üçün gör kimlər hansı yiyəsizlər öz başlarını, poxlarını, pox vedrələrini götürüb mənim öz üstlərinə yaxmaqdansa mənim üstümə yaxırlar. Mənbəyi və mənşeyi bilinməyən hansı yuvan quşları, nizakonlu rojdenli ubluduklar, bic balalar. Deyən burada elə bir mənə ki, burada xox da gəlir mənə. Mənə belə-belə eləyir, barmağı ilə belə-belə eləyir, başımızı. Məni göstərir ki, sənin başını kesəcəm, səni belə eləyəcəm, belə mənə xox gəl, turiyem şitsə. Eşitsin bütün Araz Ağalaroviç, milyarder Araz Ağalaroviç, eşidirsiniz səsimi? Tofiqin nəvəsi Şəhzadə kimi böyümüş nəvəsinə mənə xox gəlir burada. Hansısa obşujitel pataskuxası. Əvvəlcə izbuşka, sonra palatka, sonra obşujitel, sonra da gəlib burada oturub inek. Anasının əmcəyini erməniyə satıb gəlib burada oturan ineği mənə xox gəlir. Eşidirsiniz mənim sesimi? Mamanın divayorunu qardaşları, divayorunu bacıları hamısı, mamanın bütün qohum əqrabaları hamısı. Eşidirsiniz? Gör kimlər gəlib mənə xox gəlirlər. Mənbəyi və küçə itləri, küçə qancıqları, küçə qəhbələri, hansı heç bu dəqiqə gedib yoxlayasın obyektlarda, qutablılarda, dəniz qıraqlarında, haralarda verirlər. Götləri bu boydadır, götdən verməkdə mənə belə-belə görsədir. Gör nə qədər pozğun arvaddırsa, küçə turiyem şitsasıdırsa. Mənə burada deyir ki, söyürsən, yaxşı eləmişəm, söymüşəm, əcəb eləmişəm. Belə əlimin içindən gəlib, noxud demişəm, noxudun içindən gəlib. Özvü adam kimi aparardın, söyülməzdin küçə iti.